1 yanvar 2026-cı ildən qüvvəyə minən dəyişikliklər. Bütün məmulatları elektron siqaret üzrə aksis vergiləri artırılıb. İdxal olunan köhnə minik avtomobilləri üçün yeni aksis dərəcəsi tətbiq olunacaq. Qeyri-formal işləyən şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək, ayda 16 manat. Azərbaycana gətirilən bir ədəddən artıq mobil telefonların qeydiyyatı üçün 100 manat rüsum alınacaq. Evlərini kirayə verənlər üçün vergi dərəcəsi 14%-dən 10%-ə endirilib. Hər ay elektrik enerjisi və təbii qaz üzrə 1 manat sabit tarif tutulacaq. Qeyri-neft, qaz, özəl sektorda 2500 manata dək maaşdan 3% gəlir vergisi tutulacaq. Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabər 65 yaş olacaq. Hibrid və elektromobillərin idxalı və satışında ədəv güzəştinin müddəti başa çatıb. Azərbaycanda yığılan elektrikli avtobuslar ədəvdən azad ediləcək. Media subyektləri vergidən azaddır. Bankların iflas prosedurunda aktivlərin təqdim edilməsi ədəvdən azad edilir. Yaşayış minimumu və ehtiyac meyarı 300 manat müəyyən edilir. Mülkiyyətində olan torpaqlarında işləyənlərin sığorta haqqı artırılır. Vəkil və mediatorların ödədiyi sosial sığorta haqqı artırılır. Fərdi iş sahibkarlarının ödədiyi sosial sığorta haqqı artırılır. Fərdi iş sahiblərinin dərzi, aparıcı, çalğıcı və s. sosial sığorta haqqları minimum aylıq əmək haqqının 5% yox 8% qədər olacaq. Kişi və qadın salonları, kosmetoloji mərkəzlərin xidmətlərində ədəvi geri qayıdacaq. Alkoqollu və enerji içkilərinin aksis dərəcəsi artırılır.